Övladınız sizi niyə eşitmir? Bugünkü mövzumuz səhər xaoslarını sakitlik zonasına çevirməyin yolları haqqında olacaq. İndi isə sizə çox tanış bir mənzərədən danışacağam. Səhər qarmaqarışıqlığı yenə öz yerindədir. Uşağınız hələ də pejamadadır. Siz isə artıq 5-ci dəfədir ki, eyni şeyi təkrar edirsiniz. Səsiniz yüksəlir, nəfəsiniz daralır, sinənizdə o tanış gərginlik olur. Və bir anlıq özünüzə kənardan baxırsınız. Mən axı niyə bu qədər sərt və qışqıran bir insana çevrilirəm? Əslində uşağınız sizi eşidir, amma sizi hiss etmir. Hər təkrarınız uşağınızın beyninə belə bir kod ötürür. Anamın, atamın dediyi ilk 3 dəfə önəmsizdir. 4-cüdə səs tonu dəyişəndə ciddiləşməyə başlayaram. Siz onları yox, öz səsinizi boş bir gürültüyə çevrilməsini təlim edirsiniz. Bəs onda necə? Qışqırmadan, yalvarmadan, təkrar etmədən bu məsələni necə həll edə bilərik? İlk olaraq bağ qurmadan komanda verməyin. Mətbəxdən qışqırmaqla uşağın fokusunu poza bilməzsiniz. Yanına gedin, göz səviyyəsinə enin, çiyninə toxunun. Göz təması sizin start düymənizdir. Bağ qurmadan verdiyiniz hər əmr onun dünyasındakı oyunla rəqabətə girən bir səs-küydür və təbii ki, oyun həmişə qazanır. Sükutun gücündən istifadə edin. Təlimatı bir dəfə qısa və net deyin. Uzun izahlar uşaq beyni üçün sadəcə fon musiqisidir. Əmri verdiniz, susun. Uşağın emal sürəti bizdən yavaşdır. Ona 10 saniyəlik səssiz boşluğu verin. Təkrar etməyin. Təkrar sizin sözünüzün dəyərini öldürür. Varlığınızla təqib edin. Əgər hərəkət yoxdursa, təkrara düşməyin. Sadəcə yanında dayanın. Sizin varlığınız mən buradayam və dediyim şeyin arxasındayım mesajını verir. Bu anlarda müqavimət göstərə bilər. Buna sönmə partlaması deyirik. Üsulunuzun işlədiyinin ən böyük sübutu budur. Ona qırmızı yoxsa mavi kimi kiçik seçimlər verərək kontrol hissini özünə qaytarın. Unutmayın, uşağınızın sizi eşitməməsi hörmətsizlik deyil, sadəcə inkişaf mərhələsidir. Sizin isə bir valideyn kimi məqsədiniz daha çox qışqırmaq deyil, daha az səs-küyü ilə daha dərin bağ qurmaqdır. Sabah səhər yeni bir başlanğıc edin. Görəcəksiniz, biraz sakitlik və qərarlılıq bütün günün gedişatını dəyişəcək. Bəs sizin sabah rutinlərinizdə qırmızı xəttiniz nələrdir? Ən çox hansı anlarda təslim olursunuz? Gəlin bu güzərgahda təcrübələrimizi bölüşək və birlikdə dəyişək.